Salam, xoş gördük dəyərli izləyicilər. Regional TV'nin Açıq Tribuna verilişinin bugünkü qonağı Masallı rayonundan Hacı Cəsarət Əliyevdir. Xoş gördük Hacı, xoş gəlmisiniz. Hacı, bizə müraciət etmisiniz. Masallı rayonunda bir qrup məmur özbaşınalığından Masallı rayon Qəriblər kənd sakinləri əziyyət çəkir. İstəyərdik ki, Regional TV'nin Açıq Tribunasında bu məsələ müzakirəyə çıxarılsın. Nədir məsələ? Özünüz təqdim edin. Mən Masallı Qəriblər kənd sakini Əliyev Cəsarət Cavanşiroğlu. Demək, bizim 2017-ci ildə bələdiyyəmizin sabiq sədri Müşfiq Ağayev qanunsuz olaraq 1940-cı ildən ümumi istifadəmizə ayrılan idman meydançamız olan stadionu satmışdır. Dərhal biz kənd sakinləri olaraq buna etirazımızı bildirdik. Masallı rayon İstintaq bölməsində bələdiyyənin 8 üzvü dindirildi. Mən onda bələdiyyə müavini idim. Biz bütün rayon hüquq mühafizə orqanlarına müraciət etdik. Sonra da dərhal sənədləri toplayıb, yəni 2007-ci ildə rəsmi sənədləşmiş stadionun sənədini Masallı rayon məhkəməsinə müraciət etdik. Masallı rayon məhkəməsi də öz növbəsində sənədlərə baxaraq icraata aldı və dərhal da əraziyə, sözü gedən stadiona həbs qoydu. Yəni kimsə ora girib nəsə iş görə bilməz. Lakin sabiq icra başçısı Rafil Hüseynov Müşfiq Ağayevin birbaşa havadar olduğu üçün qanunsuz olaraq texnikalar salaraq orada yəni stadionu parçalamağa başladılar. 4 ayrı-ayrı vətəndaşa ora ev altı torpaq kimi satılmışdı. Biz nə qədər etiraz etsək də gücümüz çatmadı. Çünki Masallı rayonunda məmur özbaşınalığı pik həddi. Lakin sağ olsun ali orqanlar, məhkəmə orqanları bizim harayımıza səs verdilər və mərhələ-mərhələ biz ali məhkəməyə qədər gedib çıxdıq. Ali məhkəmənin qərarları ilə də ora verilmiş çıxarışlar və qanunsuz alqı-satqı ləğv edilərək çıxarışlar ləğv edildi. Və icrası üçün Masallı rayon İcra Probasiya şöbəsinə göndərildi. Əfsuslar olsun ki, Gündüz Mehdiyev adlı şəxs, İcra Probasiya məmuru bu işləri yarımçıq qoymuşdu. Masallı rayon İcra Probasiya. Bəli, Masallı rayon İcra Probasiyanın yəni işçisi. Bu təqdim etdiyim sənəd görünür. Masallı rayon İcra Probasiya şöbəsinə göndərilir hakim tərəfindən, məhkəmənin hakimi tərəfindən. Qərar hissəsini zəhmət olmasa oxuyaq. Qərar hissəsi burada. Bu göndərişdir, məktubdur, elədir? Yox, məktub. 16 avqust 2022-ci ildə. Bəli, bəli. Azərbaycan Respublika Ədliyyə Nazirinin Masallı rayon İcra Probasiya şöbəsi. İcra Probasiya şöbəsi də 8 saylı. Bəli. Demək, Azərbaycan Respublikası əmlak məsələləri dövlət xidməti daşınmaz əmlakın dövlət katastri və reyestri publik hüquqi şəxsinə Masallı rayon İcra Probasiya şöbəsi ünvanlayıb ki, bu iş dərhal təmin olunmalıdır. Çünki ali orqan olan məhkəmənin qərarı var, çıxarışlar ləğv edilməlidir. Mən də öz növbəmdə məni İcra Probasiyanın sədri, yəni rəisi Şölə Şahverdiyev çağırdı. Kapital Banka çıxarışların ləğvi ilə bağlı mən ödənişlər etdim və bu verilmiş çıxarışların nömrələri ləğv olundu. Həmin qanunsuz satılmış torpaqlar, həyət yanı kimi, həmin o torpaqlara verilmiş çıxarışlar ləğv olundu. Və ondan sonra biz öz növbəmizdə çıxarışlar ləğv edildikdən sonra sənədləri toplayaraq yerli məhkəmə orqanı olan Masallı rayon məhkəməsinə müraciət etdik və müraciətimizdə orada qanunsuz tikililərin sökülməsi tələbini qoyduq. Masallı rayon məhkəməsinin hakimi Ayaz Səlimovun sədrliyi ilə məhkəmə işləri getdi. Düzdür, qarşı tərəf orada çox iddialar qaldırsa da Ayaz Səlimov əsaslı şəkildə ali məhkəmənin qərarlarına əsasən Masallı rayon Qəriblər kəndində ümumi istifadəmizdə olan stadionda qanunsuz tikililərin sökülməsi və əvvəlki vəziyyətinə gəlməsi üçün qərar qəbul etdi. Bu qərardan narazı qalan qarşı tərəf, yəni orada yəni bələdiyyə yox, üçüncü şəxslər, orada yer alan şəxslər
Yəni Yox, orada neçə nəfər bələdiyyə sədri torpağı satmışdı 4 qanunsuz? nəfərə verib, artıq onun biri yox, 3 nəfər, Hazırda orada tikili var da. 3 dənə, 2 tikili, bir yarım tikili var. Götürüb Şirvan Apellyasiya Məhkəməsinə müraciət etdilər. Şirvan Apellyasiya Məhkəməsi də öz növbəsində nəyinsə qarşılığında bizə məlum deyil, Masallı rayon Məhkəməsi Ayaz Səlimovun qərarını ləğv etdi. Qarşı tərəfin xeyrinə qərar çıxartdı. Qarşı tərəfin xeyrinə qərar çıxartdı. Yəni qarşı tərəfin heç bir xeyri yoxdur. Artıq orada onların çıxarışı yoxdur. Çıxarış ləğv edilib. Necə bəs? Bəli. Üzr istəyirəm, Masallı rayon məhkəməsi onun xeyrinə qərar çıxartdı. Taleh Kərimov çıxarışın ləğv olmasında birbaşa hakimimiz olub. Şirvan Apellyasiya Məhkəməsində hakimlik eləyib, sədrlik eləyib. Və ikinci dəfə söküntü qərarını bilərəkdən, yəni öz gördüyü işə kölgə salaraq Masallı rayon məhkəməsi Ayaz Səlimovun qərarını ləğv etdi. Biz də bundan özü verdiyi qərar ləğv olundu. Bəli, biz də bundan narazı qalaraq Ali Məhkəmə Mülki Kollegiyasına müraciət etdik. Ali Məhkəmə Mülki Kollegiyası öz növbəsində demək iş nömrə 202-258-2024 sayılı 19 fevral 2024-cü ildə Ali Məhkəmə Mülki Kollegiyası qərar qəbul edərək Masallı rayon məhkəməsinin qərarını qüvvədə saxladı. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 206-121-2023-cü il nömrəli 6 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Deməli belə Qərar çıxır ki, qətidir və qəbul edildiyi andan qüvvəyə minir. üzr istəyirəm, belə çıxır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Masallı rayon Qəriblər kənd sakinlərinin xeyrinə qərar çıxartdı. Bəli, bəli. Birbaşa xeyrimizə qərar çıxartdı və stadionun sökülüb əvvəlki vəziyyətinə gətirilməsi üçün işlər Şirvan şəhərində toplaşdı. Şirvan şəhər Apellyasiya Məhkəməsinin sədr hakimləri məhkəmə zamanı qarşı tərəf orada vəsadət verdi ki, biz artıq evlərimizin, orada qanunsuz tikdiyi evlər üçün kompensasiya almaqdan ötürü Şirvan şəhər İnzibat Məhkəməsinə müraciət etmişlər. Orada hakim məndən soruşdu. Sizin bir etirazınız var bunların kompensasiya alıb almaması? Dedim, mən heç bir etirazımız da yoxdur, bizə aid də deyil. Alarlar da özləri bilər, almazlar da. Ali orqan məhkəmədir, məhkəmə orqanı nə qərar verər, onu da görərlər. Və qanunsuz olaraq Şirvan Apellyasiya Məhkəməsinin hakimi bizim məhkəməni dondurdu. Ona görə dondurdu ki, güya da İnzibat Məhkəməsində iş yekunlaşana qədər bu iş donmalıdır. Amma əfsuslar olsun ki, bu birmənalı şəkildə qanun pozuntusudur. Mən bunu belə qəbul edirəm. Ona görə ki, vətəndaşın İnzibat Məhkəməsinə müraciəti, yəni üçüncü şəxslərin, orada qanunsuz ev tikənlərin, bizə heç bir aidiyyatı yoxdur. Biz orada söküntü qərarı almaqda ötürü müraciət etmişik, ali orqanlar qərar verib və onun davamında xahiş edirik Ali Məhkəmənin sədri, hakimi İnam Kərimovdan, yəni bu işə ədalətli baxılsın deyə yəqin ki. Baxılsın. Sağ olsun, Şirvan Apellyasiya Məhkəməsinin sədri olan Vəli Abdullayev. Ona təşəkkürümü bildirirəm ki, dəfələrlə getmişəm. Çox, yəni yüksək səviyyədə məmur vətəndaş, yəni qarşılanması, yola salması mən ondan görmüşəm və ondan razıyam. Və o da dərhal öz növbəsində göstərişlər verib ki, bu işlər həllini tapsın. Və bu orada qanunsuz ev tikənlər heç bir qanuna məhəl qoymadan, yəni özü kompensasiya almaq üçün müraciətlə girib orada ev tikir, evinin damını örtür. Biz dərhal ayın 5-i, 3-ü oktyabr Şirvan şəhərinə yollandı. Vəli Abdullayev, yəni Şirvan Apellyasiya Məhkəməsinin sədri ilə görüşdüm. O dedi ki, oranın həbsi var. Dedim, həbsi olsa da Masallı rayon İcra Probasiyasının rəisi Şöyle Şahver deyir ki, oranın həbsi yoxdur. Dərhal Vəli Abdullayev bizdən ərizə aldıraraq 15 oktyabr tarixində, 2025-ci il 15 oktyabr tarixində dərhal ora üçüncü şəxslərin və qeyri-insanların oranı özünkiləşdirilməsi və hər hansı tikintilərin aparılması barədə qərar qəbul edərək Şirvan Apellyasiya Məhkəməsinə göndərdi ki, o qətidir və oranın üzərinə həbs qoyulsun. Yenidən həbsi
təkrarladılar. Cəsarət bəy, bu həbslə bağlı ümumiyyətlə Masallı rayonunda nə kimi tədbirlər görüldü? Siz dediniz ki, bildirirsiniz ki, və eyni zamanda ərizənizdə də qeyd edirsiniz ki, orada tikinti davam edir. Bəli, Bu həbs qoyulub bu evlərə. bəli. Və indi hazırda vəziyyət nə yerdə? Tikinti davam etdirilirmi? Bəli, bu gün də yəni orada ev tikən insanlar öz evlərində tikinti, təmir işləri aparırlar. Mən hər gün Masallı rayon İcra Probasiya şöbəsinə yollansam da bəhanələrlə məni yola salırlar. Düzdür, bir neçə gün bundan öncə mənim təkidimlə həmin vətəndaş məhkəməyə aparıldı və ona 500 manat ilkin olaraq 500 manat cərimə tətbiq olundu ki, qanunsuz, yəni məhkəmə orqanlarının qanunlarını qəsdən pozduğu üçün. Mən onunla razılaşmıram. Ona görə ki, o həmin qərar verilə, hakim orada qərar verə, onun ustaları o evdə iş görürdü. Bunu yanımdakı icra məmuruna desəm də, təəssüflər olsun ki, danışıqlar elə oradaca qaldı. Sizcə bax bu boyda hərəkətlər olunub, ali məhkəmənin qərarı var, lazımi stansiyalardan keçirilib, lakin bu icra xidməti buna gücü çatmır. Mən belə başa düşürəm. Bunun arxasında nələr durur? Məmur öz başınalığı. Mən bunu belə görürəm. Çünki cənab prezidentimiz nə qədər təmizləmə işləri aparsa da, hələ də bu məmurlar öz başınalıq həddini aşırırlar, öz vəzifələrindən sui-istifadə edirlər, kimlərəsə havadarlıq edirlər, birbaşa qanunların pozulmasına, məhkəmə ali orqanın verdiyi qərarları pozma birbaşa cinayətdir. O cümlədən bu yeri satan 2017-ci ildə bələdiyyə səlahiyyətlərindən öz şəxsi maraqlarına birbaşa istifadə edən Ağayev Müşfiq barəsində bu günə qədər heç bir tədbir görülməmişdir. Mən bu barədə səyyar görüş, demək, Əmlak Naziri Kərəm Həsənov Cəlilabad şəhərinə vətəndaşları qəbul edərkən mən də ora yollandım. Düzdür, qəbula yazılsam da məni 1001 bəhanə ilə oradan uzaqlaşdırmaq istədilər. Lakin mən öz məqsədimə nail oldum. Sabiq Əmlak Naziri, hal-hazırda da prezidentin köməkçisi olan Kərəm Həsənovla görüşdüm. Kərəm Həsənov da öz növbəsində sənədlərə baxaraq bütün işçiləri, yəni orada o işi görənlər, o cinayəti törədənlərə töhmətin verdi, nöqsanlarını bildirdi və Qəriblər kəndində bələdiyyənin fəaliyyətinə birbaşa həbs qoydu. Bələdiyyənin fəaliyyətinə? Bəli, bələdiyyənin fəaliyyətinə. Çünki mən onda bələdiyyənin müavini idim. Onun bütün gördüyü 2017-ci ildə bu torpaq satılanda siz orada müavin olmusunuz. Bəli, bəli. Sizin xəbəriniz olub bu torpaq satılanda? Heç nəinki mənim, heç birimizin xəbəri olmayıb. Və Masallı rayon polis şöbəsinin istintaq bölməsində Ülvi adlı müstəntiq bizdən izahatlar alıb, yazılı izahatlar alıb. Bu yazılı izahatlarda da nəinki məndən, sabiq ərazi nümayəndəsindən, sabiq bələdiyyə sədrindən, sabiq Masallı rayon tikinti və memarlıq şöbəsinin rəisindən bir izahatlar alınır. Bəs bu torpağın satılması necə sənədləşdirilib? Tam qanunsuz sənədləşdirib. Heç bir bələdiyyənin kollegiallığı orada qorunmur. Bəli, heç bir. Yəni torpaq hərraz yolu ilə satılmalıdır. 2007-ci ildə cənab prezidentin sərəncamı var torpaqların. Heç kəsin xəbəri olmadan bələdiyyə sədri kimin demək sabiq icra başçısı, hal-hazırda Ağcabədi rayon icra başçısı işləyən Rabil Hüseynovun göstəriş və əmri əsasında Cəlilabad şəhərində bu yəni stadion sənədi ola. Masallı, Cəlilabad yox, Masallı. Yox. Cəlilabad şəhəri 8 sayılır. 8 daşınmaz əmlakda. Daşınmaz əmlakda. Müşfiqin verdiyi saxta sənədlər əsasında torpaq 64 hektar, yəni 0,64 hektar olan stadion ümumi ərazisi 53 hektar ərazi ilə, yəni orada qısaldıblar yoldan kənarca 0,53 ha saxta sənəd almışdı və bizdə Ali Məhkəmənin qərarı ilə bu artıq çıxarışlar ləğv olub, qüvvədən düşüb. Yəni heç bir əsası yoxdur. Cəsarət bəy, mən bir şey bilmək istəyirəm. Bu boyda qanunsuzluqlara yol verir. Bununla bağlı hüquqi müstəvidə nə kimi addımlar atılıb? Prokurorluq tərəfindən, hüquq mühafizə orqanları tərəfindən, ümumiyyətlə hər hansı bir addımlar atılıbmı? Hüquq mühafizə orqanları tərəfindən, yenə də dediyim kimi, Masallı istintaq bölməsində bu işlər aparıldı və həvalə olundu Masallı prokurorluğuna. Yenə də dediyim kimi, cənab prezidentin göstərişi və tapşırığı əsasında nazirlərin
məmurların rayonlarda səyyar görüşləri keçirilirdi. Səhv etmirəmsə 2020 ya 21-ci il, səhv etmirəmsə, Kamran Əliyev, Azərbaycan Respublikasının baş prokuroru Masallı rayonuna gəldi. Mən orada onun qəbuluna düşdüm və sənədləri qovluq şəklində ərizəmlə birgə şəxsən Kamran Əliyev cənablarına təqdim etdim. Kamran Əliyev cənabları da öz növbəsində köməkçisinə tapşırdı. Əfsuslar olsun ki, köməkçisi mənlə 2-3 dəfə əlaqə saxladıqdan sonra artıq mənim telefonumu götürmədi və bu işlər Masallı rayon prokurorluğunda yarımçıq qaldı. Çünki Müşfiq Ağayev barədə Şirvan Apellyasiya Məhkəməsinin hakimi Zəki Babayev xüsusi qərardad. Çünki məhkəmə prosesi zamanı o bizi təhqir etdi. Ünvanımıza canlı, təhqirami sözlər yağdırdı və dərhal da onun barəsində xüsusi qərardad çıxarıldı. Və həmin xüsusi qərardad da birbaşa yönəldildi Masallı rayon prokurorluğuna ki, bu insan barəsində tədbir görülsün. Əfsuslar olsun ki, bugünə kimi heç bir tədbir görülməmişdir. Mən bir şeyi başa düşmək istəyirəm ki, biz şükür Allaha dünyanın ən gözəl dövlətlərindən biri olan Azərbaycan dövlətinin vətəndaşıyıq. Qanunlar alidir. Lakin bəzi məmurlar bu vəzifələrindən sui-istifadə edərək qanunları kobudcasına pozurlar. Yəni yazılar hamı kağız üzərində qalır. Belə başa düşürəm ki, hazırda bu boyda proses gedib, lakin hər biri kağız üzərində qalır. Bəli, hər bir şey kağız üzərində qalır. 2017 artıq neçə il, 8 ilə yaxındır ki, biz yəni döymədiyimiz qapı qalmayıb. Bir neçə 4 dəfə prezident aparatında yəni qəbulda olmuşuq. Bir neçə dəfə baş prokurora yollanmışıq, Daxili İşlər Nazirinə getmişik. Əfsuslar olsun ki, törədilən cinayətlər kağız üzərində qalmışdır. Qərblər kəndinin neçə min əhalisi var? Ümumi ərazimizdə 6000-ə yaxın əhali yaşayır. 6000 əhalinin ümumi istifadə etdiyi bu stadion demək olar ki, 2017-ci ildən satılıb. Bəli. Demək gənclərimiz asudə vaxtını orada keçirirdilər. Cənab prezidentin 2012-ci ildə kitabı, yəni çapa verilib. O kitabdan da bir nüsxəsi bizdədir. O kitabda birbaşa cənab prezident göstəriş və tapşırıq verir ki, rayon rəhbərlərinə ki, xüsusən də dağ kəndlərində, dağətəyi kəndlərdə idmanın genişlənməsi, vüsət alması, gənclərimizin pis vərdişlərdən çəkinib idmana meyliliyinin olması. Cəsarət bəy, Və bizim cəmaatımız da asudə vaxtını daim orada keçirirdi. Orada Ulu Öndər Heydər Əliyev üçün bir neçə dəfə il dönümündə, yəni futbol yarışları, bəli, futbol yarışları keçirilib, rayon birinciliyi keçirilib. Bu barədə yəni sənədlərimiz, şəkillərimiz, videolarımız var. Sizə hamısını təqdim edəcəyik. Əfsuslar olsun ki, ümumi istifadəmizdə olan stadionu qanunsuz olaraq satıblar. Düzdür, sağ olsun hüquq mühafizə orqanları, o cümlədən ali orqan olan məhkəmə orqanları artıq bizim əhalimizin xeyrinə qərarlar verir. Qərar çıxarılsa da, amma görünən mənzərə odur ki, gücləri çatmır. Bəli. Yəni ki, icra olunmasına güc çatmır. Burada qaranlıq qüvvələr var ki, bu işin altında. Mən burada birbaşa günahı, yəni xətrinə dəysə də, dəyməsə də Masallı İcra Probasiya Şöbəsinin rəisi Şöhrət müəllimdə görürəm. Ona görə ki, qanun alidir, qanun şahdır, şah qanun deyil, bu deviz var. Yəni ona görə yəni qanuna göz yummaq olmaz. Bizim də istək və arzumuz kənd sakinlərinin, mən də kənd sakinlərinin vəkili kimi burada çıxış edirəm. Yəni sizə verilən ərizədə görülür ki, bir neçə kənd sakini orada imza atmışdır, ərizə ilə müraciət etmişik ki, bizi burada yəni ictimailəşdirib, bəli. Cəmaət görsün ki, haqq və ədalət necə Dəyərli izləyicilər, həqiqətən də burada ciddi nöqsan və qanun pozuntuları var 2017-ci ildə. Vətəndaşların ümumi istifadəsində olan və 1940-cı ildən stadion kimi əhalinin istifadə etdiyi ərazi və eləcə də Masallı rayonunda icra hakimiyyəti tərəfindən sərəncamı verilmiş 64 sot torpaq sahəsi olan stadion satılır. Bu həqiqətən cinayətdir, bu qanunsuzluqdur və eyni zamanda verilmiş qərarların demək olar ki, %90-ı ləğv olunub. Eyni zamanda evlərə verilmiş kupça çıxarış səhv eləmirəmsə, onlar da 8 sahilinin verdiyi qərarlar da hamısı ləğv olunub. Bəli, ləğv olunub. Bu birbaşa qanunsuzluqdur. Bununla bağlı hesab edirəm ki,
Düzdür. Bəzi işlər məhkəməyə aid olduğu kimi, eyni zamanda burada cinayət olub olmaması da araşdırılmalıdır. Bu işdə kimlərin əli olub? Hesab edirəm ki, baş prokurorluq bu məsələni təcili nəzarətə götürəcək. 2007-ci ildə Masallı rayonunun sabiq icra başçısı Qəzənfər Ağayevə Masallı rayon sabiq bələdiyyə sədri ərazi nümayəndəsi müraciət etmişlər yazılı şəkildə. Çünki 2000-ci ildə də rəhmətli icra başçımız Şirəli Əhədov da bu barədə məktub vermişdi. Yəni məktublar ünvanlanmış və o da öz növbəsində cavab vermişdi ki, ora ümumi istifadəyə ayrılmış stadion idman meydanı əsasıdır. 2007-ci ildə Qəzənfər Ağayevin icra başçısı olduğu dönəmdə sərəncam vermişdi və birbaşa onun tapşırığı və icrası tapşırılmış tikinti memarlıq şöbəsinə ki, ora stadion kimi bir dəfəlik insanların istifadəsinə verilsin. Bütün sərəncam və sənədləri mən sizə təqdim edəcəm. Lakin mənə qaranlıq qalan nədir? Tikinti memarlıq şöbəsinin sədri özü verir. Masallı rayon. Hakimiyyət tikinti memarlıq şöbəsi. Bəli, verir və təsdiqləyir peçatı ilə, möhrü ilə. Bura stadiondur. Bura stadiondur. Ondan sonraki tikinti memarlıq şöbəsi. Yəni o dəyişilir. Digər memar gəlir. Digər tikinti memarlıq şöbəsinin sədri gəlir. Orada qanunsuz qərar çıxardır. Yəni bura stadion deyil. Və ən gülməlisi odur ki, Masallı rayon Əmlak Komitəsinin işçiləri. Bəli. Daşınmaz əmlakın işçisi. Məsələn, orada işçi özü götürüb, vaxtı ikən stadion kimi ora rəy verib, qol çəkib, imza atıb, bugün götürür ona satılmağına yenidən rəy verir. Bu artıq cinayətdir. İki rəy necə olar ki, eyni torbanın üzərində hər bir qanun müstəvisində məhkəmə yoluna həll olunur? Düzdür, yox. Əgər birinci qərar ləğv olunsaydı, sonra onu sata bilərdi. Bəli, sata bilərdi. Amma düzdür, ümumi istifadədə olan ərazilər bələdiyyə mülkiyyətinə aiddir. Amma o demək deyir ki, bunun üstündə hüquqi qiymət verilib və o stadion kimi ayrılıb. Düzdür, yox. Mən səhv etmirəm ki. Xeyr. Ona görə xahiş edirəm, üzümü tuturam ölkə rəhbərimizə, dönə-dönə xahiş edirəm, biz kənd sakinlərinə, kəndin gənclərinə, gələcək nəslimizə kömək etsinlər, stadionumuz geri qaytarılsın, orada qanunsuz inşa olunmuş tikintilər tez bir zamanda sökülərək əvvəlki vəziyyətinə gətirilsin və orada törədilmiş cinayətlər açıq qalmasın, xahiş edirəm. Cəsarət bəy, hesab edirəm ki, Regional TV-nin açıq tribunasında bu səsləndirilmiş neqativ hallara qarşı mübarizə təbii ki, bu boşuna qalmayacaq. Müvafiq qurumlar bununla bağlı ciddi tədbir görəcək. Bu günləri cənab prezidentimiz dəfələrlə vətəndaşlara səslənir ki, ictimai nəzarət daha güclü olmalıdır. Məni məlumatlandırın. Hər bir şəxs bu günləri regionlarda baş vermiş qanun pozuntuları ilə bağlı ölkə rəhbərinin müvafiq qurumlara məsələni çatdırmalıdır. Hesab edirəm bu zaman-zaman da öz həllini tapacaq və artıq yəqin ki, hamıya məlumdur, Respublikamızda islahat işləri aparılır. Bir çox bölgələrdə hesab edirəm ki, cənub bölgəsinə də o islahatlar gəlib çatmalıdır. Evet. Artıq cənub bölgəsində də xoşagəlməz hallar çoxdur. Müvafiq qurumlar tərəfindən vətəndaşlar incidilir və dövlətdən bilərəkdən qəsdən narazı salınır. Bu günlər hal-hazırda həssas bir dövrdür. Hər bir şəxs bu məsələdə diqqətli olmalıdır, dövlətin yanında olmalıdır. Və bir şey də nəzərinizə çatdırıb, Masallı rayon yeni hal-hazırki icra başçısı Araz Əhmədov cənabları çox sağ olsun, ona çox sağ olun bildirirəm. Bu üçün Regional TV-nin vasitəsilə. O bizim kəndə, yəni icra başçısı olduğu dönəmdə güc strukturları olan məhkəmə, prokuror, rəislə birlikdə bir neçə dəfə bizim kəndimizə səyyarı görüşlərə gəlmiş, vətəndaşları qəbul etmişdir. Orada da Araz müəllim sağ olsun öz növbəsində demişdi ki, o məhkəmə orqanlarının işidir, stadionun məsələsi və biz ona qarışmırıq və orada heç bir iş görülməsin, ona görə ki, məhkəmə ali orqandır. Dəfələrlə Araz müəllim bunu desə də, orada ev tikən, qanunsuz ev tikən vətəndaş, qardaş, heç bir qanuna məhəl qoymur. Nə rayon rəhbərinə, nə sakinlərə və bunu havadarı kimdir, biz onu tapa bilmirik. Belə başa düşürəm ki, Masallı rayonunda yüksək çinli məmurdan kimsə bu adamlara havadarlıq edir.
deyir. Bəli. Bunlar da açıq-açığına, hətta mən belə başa düşdüm ki, sizin çıxışınızdan ki, hətta icra probasiya bu günləri təzyiq altındadır. Mən belə başa düşdüm. Ali qanunverici orqanının qərarını icra edə bilmir, tapşırığını yerinə yetirə bilmirsə, deməli bu qurum da təzyiq altındadır. Bununla bağlı mən müvafiq qurumlara səslənirəm. Bu məsələ nəzarətə götürülməlidir. Məhkəmə qərar verir, amma lakin məhkəmənin qərarını icra etmək problemlər yaranır, süni əngəllər yaranır. Düşünürəm ki, məsələ öz həllini tapacaq. Bir məsələyə istəyirəm toxunam Cəsarət bəy. Sonuncu məhkəmədə kimdir hakim? Hal-hazırda evlərin sökülməsi ilə bağlı. Şirvan Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədlinin icraatındadır. Mahir Əsədli nə səbəbdən, onun nə maddi marağı var ki, bu günləri məhkəməni uzadır? Bu süründürməçiliyə səbəb nədir? Biz onu bilmirik, amma onu göstərirlər ki, İnzibat Məhkəməsində vətəndaşların verdiyi, yəni kompensasiya almaqdan ötürü görülən işlər yekunlaşandan sonra sizin işinizə baxılacaqdır. Mən də buradan üzümü tuturam Ali Məhkəmənin sədri İnam Kərimova. Mən bunu qanunsuz kimi qəbul edirəm. Ona görə ki, yəni bizim məhkəmənin həmin vətəndaşın özü üçün, şəxsi marağı üçün verdiyi məhkəməyə heç bir aidiyyatı yoxdur. Bu məhkəmə əlbəttə ki, bu vətəndaşın müstəqil verdiyi məhkəmədir. Bəli. Kompensasiya tələb edir. Bu isə stansiyalar keçilir və burada məhkəmə stansiyalarında göstərilir ki, bu qanunsuzdur və 8 aylı daşınmaz əmlakın verdiyi sənədlər də ləğv olunur. Artıq ləğv olub. Artıq bu azad olunmalıdır bu torpaq. 2021-ci ildə ləğv olub. Bir də tarixə baxın, 2021 hara, 2025 artıq qurtarır. Bir aydan sonra 2026-ya biz artıq burada maraq var ki, məhkəmələr də yəqin ki, kimlərsə təzyiq göstərir və yaxud da hansısa məhkəmədə hakim burada marağı var ki, bu iş uzansın. Mən belə başa düşürəm. Dəyərli izləyicilər, Regional TV-nin açıq tribunasının qonağı Masallı rayon Qəriblər kəndindən Hacı Cəsarət Əliyev idi. Hesab edirəm ki, bu məsələ ciddi məsələdir. Bu məsələ tez bir zamanda öz həllini tapacaq. Çox sağ ol Cəsarət bəy. Minnətdaram ki, Regional TV-ni dəyərləndirib bu məsələni Regional TV vasitəsilə dövlət qurumlarına çatdırırsınız. Mən sizə və Qəriblər sakinlərinə özlərim minnətdarımı bildirirəm. Çox sağ olun.